Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları Aviaşirkətinə məxsus Airbus A320 təyyarəsinin kapitanı Sankt-Peterburq-Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib. Oxu24.com xəbər verir ki, bu barədə Azal məlumat yayıb. Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib. Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb. Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur. Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər Azal təyyarəsi göndərilib. Azal sərnişinlərinə göstərdikləri təmkin və anlayışı üçün təşəkkürünü bildirir. Pulkovo hava limanının xidmətlərinə, peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir. Aviaşirkətdən bildirilib.